kamil insan olmaq üçün qüdrətli olmalısan. İnsanlığın lap dibində, orada nə yatır? İnsan öz xoşbəxtliyini təmin etmək üçün başqalarını əzir, başqalarını bədbəxt edir ki, özü xoşbəxt olsun. Həyat yoldaşı səni sevməyə bilər, o səni pula görə də istəyə bilər, uşaqları da səni pula görə istəyə bilər, Çünki maddi insan maraqlarına görə. İnsandır. Mələk deyil. Qüdrətli ol ki, əzilmə, qüdrətli ol ki, zəifi himayə eləyəsən. Eşq əvvəl asan göründü, amma praktikaya gələndə gördük ki, problemlər çoxdur. Sanki həyat gedir, mən ona çata bilmirəm. Nəsə etməliyəm, bilmirəm nə. Bu mükəmməlçiliklə insanın o kamal axtarışının arasında bir xətt qoymağımız vacibdir ki, izləyicilərimiz eşitsinlər. Tam olaraq səndən başqasından qopub sənə sığınmağı mənə bəxşiş et. Pis cəhətlərin olubsa gün ərzində özünü danla, amma yaxşı işlər olsa özünü təşviq elə. İnsan dünyaya göz asdığı gündən özünün və ətraf aləmin kəşfinə çıxan səyyah kimidir. Daim axtarır, öyrənir, araşdırır. Əvvəllər onu təəccübləndirən məlumatlar bir müddət sonra adiləşir. Bir vaxt xəyalı ilə həyəcanlandığı arzular həyata keçdikdə onlara qarşı həvəsi ölür və yeni arzular dalınca qaçır. Niyə insan belədir? Bu xüsusiyyət onun üçün məziyyətdir, yoxsa çatışmazlıq? Bu xüsusiyyət bütün insanlara aiddir, yoxsa fərdlərə xasdır? Əziz izləyicilər, sizləri və əziz qonaqlarımızı, dəyərli qonaqlarımızı salamlayıram. Xoş gəlmisiniz. Xoş gəldiniz. Hər birinizə təşəkkür edirəm, vaxt ayırmısınız. Ümid edirəm əvvəlki veriliş kimi bu verilişimiz də diqqət cəlb edəcək və maraqlı diskussiya alınacaq. İstərdim mövzuya başlamamışdan öncə belə bir sual verəm. Qısa olaraq 3-4 cümləlik sizdən cavablar alam. Kamillik sizə görə nədir? Buyurun, Mavi müəllim, sizdən başlayaq. Kamillik mənə görə müxtəlif istiqamətlər var da, indi veriliş boyunca danışacağıq. O sahələrdə inkişafa can atmaq, çalışmaq, yəni tam kamillik mümkün deyil. Kamil insan dayanmadan çalışandır mənə görə və insanlara xidmət etməyi öz həyatının əsas amallarından, məqsədlərindən biri seçən insandır mənə görə. Kamil insan. Dediyim kimi, bütöv kamil insan yoxdur, yəni adi insanlardan söhbət gedir, məsumlardan yox. Amma o kriteriyalar var da, insan dəyişməyən qanunlar yolunda, dəyişməyən qanunlara əsasən çalışır və insanlara xidmət etməyi hədəfləyir. Bu çox vacibdir mənə görə. Yəni egoist deyil, təkcə özünü düşünmür, həm də bütün insanları düşünür. Təşəkkür edirəm. Rövşən müəllim. Kamillik, aktivlik, çevrilmə, hərəkət. Qısa və lakanik fikir söyləmək, belə deyərdim, kamillik hər bir varlığın çatacağı son nöqtə. Təşəkkür edirəm. Mövzuya belə giriş eləyim ki, insan fitrətən kamillik axtarışındadır. Və hər bir insan öz-özlüyündə yaxşılığa, gözəlliyə məhəbbəti, pisliyə, naqisliyə və çirkinliklərə nifrəti var. Yəni, hər bir insanın ruhunun irəliyə, inkişafa doğru getmək tələbi var. Geridə qalmaqdan, uduzmaqdan, məğlub olmaqdan, inkişafının dayanmasındansa xoşu gəlmir. İnsan qüdrət, elm istəyir, acizlik, zəiflik və nadanlıq istəmir. Din buna fitri duyğu deyir. Elə buradan sual vermək istəyirəm ki, ümumiyyətlə fitrət deyəndə nə başa düşməliyik? İnsanın fitri duyğuları nədir? Mövzunu belə deyə də əhatə eləmək üçün əvvəlindən başlamaq üçün. Bu duyğular bütün insanlarda eynidirmi? Yoxsa əvvəldə də dediyimiz kimi fərqlənə bilir və bu duyğular bir duyğuda cəmlənə bilərmi? Fitri duyğular hamısı bir duyğuda cəmlənə bilərmi?
İstədi sizdən. Belə fitrət mövzusunu açdınız və bir neçə mövzunun kənarında sual kimi verildi. İstərdim yaxşı olardı əvvəlcə dəyərli qardaşlarım toxunsun, amma yox, giriş olaraq belə başlayaq. Kamillik duyğusu, belə bir mövzu var. Teologiyada da bəhs olunur. Və deyərdim ki, çox mühüm, belə deyək, fövqəladə bir his, fundamental duyğu, daxili motivasiya insanı aliliyə, üstünlüyə, kamilliyə dartan bir qüvvət. Və bütün insanlarda bu his, duyğu var. Sadəcə olaraq bunun fərqində olmayan insanlar ola bilər, olsun. Və yaxud özünü kəşf etməyən insanlar. İndi onda müxtəlif səbəblər ola bilər, araşdırmaq olar, danışmaq olar. Niyə belə olur ki, bəzi insanlar bu cür duyğudan qəflətdədir? Niyə özündən xəbərdar deyil? Halbuki demək olar ki, elə bir duyğudur ki, insanı hərəkətə gətirər və insanın məyusluqdan çıxardar, insanın yüksəlişini hesablanan bir duyğudur. Və bu fitrət anlayışı da Quran-ı Kərimin mühüm mövzularından və deyərdim açar, kilid mövzularından biridir. Belə deyək də, baxın, tutaq bir suyun təbiəti var, tutaq ki, filan dərəcədə qaynayır. Müəyyən bir qaydaları var da, təsir, əks təsirə bərabərdir və s. Ondan sonra bir pillə gəlirik bu tərəfə, heyvanda instinktdir, insanda isə fitrətdir deyirlər. İnsan başqa məxluqlardan fərqlənir. Hətta bəzi alimlərin belə buyurdular, fitrət məxsusdur insana. Çünki fitrət elə bir, Allah Quranda buyur, fətərənnas, insanlara Allah xüsusi olaraq yaratdı. Və fitrət müəyyən duyğularla, dərklərlə yoğrulmuş bir can. Belə ki, insan dünyaya gələndə sıfır gəlməyib, müəyyən duyğuları var, müəyyən dərkləri var. İndi adını dərk qoyaq, şuur qoyaq, hər halda. Yəni, insanın Allah xəmrin onlarla yoğurub, sadəcə olaraq potensialdır, istedaddır, potensialı aktuallaşdırmaq lazım, istedadları çiçəkləndirmək lazımdır. Qısa ilə giriş olaraq istəyirəm başlayaq, ondan sonra qardaşlarımdan bölüşək. Dəyərli dostlarım. Belə deyim də, yəni bir mövzuya əgər bir psixoloji tərəfdən baxsaq, insanın informasiyası, istedadı, hissləri, xüsusiyyətləri, bunu üç qrupa bölmək olar. Biri, hər bir fərdə məxsus olan tərəfidir. Bunu ego demək olar, buna şuur demək olar, buna fərdi dərk demək olar. Bu fərdilikdə biz bir-birimizdən fərqliyik. Yəni, hər birimizin özümüzə görə məlumatımız, bacarığımız, oxuduğumuz hansısa məktəb, təhsil, düzdür, bu biliklərlə bizlər bir-birimizdən fərqlənirik. Bir də hər birimizə xas olan hansısa bir uşaqlıq travmaları var, hər birimizə məxsus olan hansısa özəl bir istedadlar var, bir hisslər var. Bu artıq ikinci mərhələdir. Buna bəzən deyilir fərdi şuursuzluq. Nəyə görə şuur? Bu artıq o şuurdan aşağı qatdır. Yəni şuur odur ki, mənə bu dəqiqə agah olan məlumatlar, şuursuzluq ondan aşağıdır. Uşaqlıqda bizi kimsə incidib, bir ürəyimizdə bir iz buraxıb, hansısa bir problem yaşamışıq, hansısa bir sıxıntımız var. Bunlar hər fərdə görə dəyişir. Bu daha dərindedir. Daha alt qatda, bu üçüncü qatda alimlər deyir ki, orada kollektiv şuursuzluq var. Yəni, bütün insanlara məxsus olan bir özəllik var. Və bunun o 1-2-dən fərqi odur ki, o birinci və ikinci mərhələdə əgər fərdiçilik var idisə, insandan insana dəyişirdisə, bu üçüncü mərhələdə bu kollektiv şuursuzluqda orada olan hisslər də kollektivdir. Orada olan dərk də kollektivdir. Hamıya məxsusdur. Bax, buna məsələn Jung fəlsəfəsi deyir kollektiv şuursuzluq və deyir o kollektiv şuursuzluqda olan kodlar var. Onları deyir arxetiplər. Dinə baxanda din də bundan danışır, ancaq onun adına deyir fitrət. Yəni, insana xas olan yaradılış forması. Hansı ki, bütün insanlarda o eynidir. Məsələn, dini yanaşmaya görə elə din də insanın fitrətinə qoyulub. Yəni, insanın daxilində lap psixikanın da əlinin vara bilmədiyi bir
hissəsi var ki, orada bəzi kodlar var. O kod sənin inancından, rəngindən, yaşadığın ölkədə, uşaqlıq travmandan asılı olmayaraq, təhsilindən asılı olmayaraq o hamıda eynidir və hamıda üzə çıxır. Çünki o yazılıbdır, o sənin içvə qoyulub. O bir növ səni istiqamətləndirir, bir növ sənə yol tapmağa kömək eləyir. Yanlışlıq və doğruçuluğu seçmək üçün sənə bəzi biliklər verir. Hamısı o içdən gəlir. Ona görə Karl Gustav deyir ki, mən deyir, öz təcrübəmdən baxıb gördüm, nə qədər kitablar oxudum, nə qədər miflər, əsatirlərə müraciət elədim. Gördüm ki, bütün xalqlarda bəzi fikirlər var ki, o hamıda eyni çıxır. Məsələn, deyir, onların hamısında bir müdrik qoca arxetipi var. O müdrik qoca nədir? Onlara bir yol göstərir, bir istiqamət verir, bir analıq arxetipi var. Və yaxud da ki, bütün insanlarda self deyilən özünü dərk və özünə yönəlmə, bu tipdə arxetiplər var. Sonra deyir, qəhrəmanlıq arxetipləri var. Sən bədii əsərlərə baxanda, nağıllara, miflərə baxanda görürsən ki, hər xalqın bir gözlədiyi qəhrəman var, gəlib onlara nicat verən bir personajı var. Bəzən ola bilsin o keçmişdə gəlib gedib, bəzən gələcəkdədir, gəlib gedəcək. Xülasə, bunlar hamısı o daxilimizdə olan hamıya yazılmış o qəhrəmanlıq arxetipidir. Ona görə hamı qəhrəmanları sevir. Hamının idealı kamil insandır. Kamilliyə hamıda can atma var. Aha. O müdriklik hansı ki içimizdə var, hamı nəsihətə qulaq asır və özü də bir nəsihət verib istiqamət vermək istəyir. Daxildən hamının içində nəsə bir intuisiya adı ilə bir səslər gəlir də, düzdür? Bu hamıda eyni olan o arxetipdir. Çox mühüm bir mövzudur və bu fitrətdən və bu bütün insanların dərkindən danışanda mütləq olaraq elə ilk olaraq zehnə gələn fikir odur ki, orada nə var? Yəni, bizim o kökdə, insanlığın lap dibində orada nə yatır? Sən onu bilsən, insan nədir, onu da tapa bilərsən. Onu araşdırsan, insanlığın mahiyyəti də elə orada yazılıb. Təşəkkür edirəm. Müəllim, Demək, məsələnin adı belədir də, mövzunun adı. İnsan kamil olmağa, bütöv, tam olmağa can atır. Bu mövzunun adıdır. Rövşən müəllim demişkən, bu arxetipdir. Carl Jung deyirdi, bu arxetipdir. Yəni, bütün xalqlarda, bütün dünyanın insanlarında bu var. Bu var. 2012-ci ildə Amerikaya getmişdim. Bir aylıq orada bir kursda iştirak edirdim. Oradakı dostlardan mənə bir dedi ki, müəllim, burada insanlar hamı bir-birinə gülə-gülə yanaşırlar, salam verirlər falan. Görünüb, insanların bir-birinə salam verməsi mənim üçün aydın məsələdir də. Mən demirəm, o nə deməkdir ki, insanlar bir-birinə gülə-gülə salam verirlər. Bu mənə məlumdur. Bu da elə arxetipdir. Daxildən gələn bir şeydir. Bütün xalqlarda, mədəniyyətlərdə var. İndi sual budur. Burada xeyli bəhslər var. Görəsən, bu kamilliyə can atmaq meyli insanda yaxşıdır, yoxsa pisdir? Demək, bunun kamilliyə can atmağın özü deyildiyi kimi İslamda, dində bu təsbit olunub. Bunun adına fitrət deyirlər. Yəni, insanın yaradılışında bu qoyulub. Bütün insanların, Amerikalı, Avropalı, Afrikalı, Asiyalı, hamısında, bütün insanlarda kamil olmağa can atma meyli var. Yaradılışdan. Fitrət yəni xilqət, yaradılışdan. Üç sahədə, üç əsas sahədə, indi başqa sahədə üç əsas sahədə. Bir, bilikdə. İnsan bilikdə, öyrənmədə dayanmadan öyrənir, istəyir daha çox bilsin. İki, gücdə. İnsan daha güclü olmaq istəyir. İndi gücün də müxtəlif təzahürləri var da, nədə güclü? Güclü olmaq istəyir. Üç, xoşbəxt olmaqda. İnsan daha çox xoşbəxt olmaq istəyir. Xoşbəxtliyin müxtəlif təzahürləri, məsələn, həzz almaq, rifah, rahatlıq və s. Hamı bunun dalıncadır. Bu üç əsas sahədə insan bütöv olmaq istəyir, kamilliyə çatmaq istəyir. İndi burada, bayaq dediyim kimi, psixologiyada da bunun adına deyirlər perfeksionizm. Perfeksionizm ingiliscəsi. Təxminən bundan eynidir. İnsan
perfekt, yəni bütöv, kamil olmaq istəyir. İndi burada bir məsələ var. Bunun bu problemlərinə keçməzdən əvvəl 13 dənə mən problemi yazmışam burada. Bu 13 dənə mən bilmirəm bir verişdə çatacaq yoxsa yox. Hamısı da ciddi məsələlərdir. Burada 3 təsnif var. 3 deməli ayrıntı var. Onu mən deyim. 3 sahədə insan bütöv olmaq istəyir. Çox qəribədir. Bu psixoloji tədqiqatlardır. Özü də 80-ci illərdən bu tərəfənin. 1. İnsan özü üçün müəyyən standartlar təyin eləyir, ideal təyin edir və deyir ki, mən o ideallara çatmalıyam. Özü üçün. Bu birinci qism. 2. İnsan ətrafındakıların ona təlqin etdiyi, diktə etdiyi standartları qəbul edir və ona çatmaq istəyir. Məsələn, valideynlərinin, dostlarının, cəmiyyətinin, yaşadığı şəhərin, kəndin, ətrafındakı dostların, tanışlarının ona diktə etdiyi, təlqin etdiyi kamillik standartları, yüksək standartları qəbul edir özü üçün və çalışır ki, ona uyğun hərəkət eləsin. Düz. Bu da dəhşətli bir şeydir. 3-cü, insanın başqaları üçün təyin etdiyi yüksək standartlar. Məsələn, valideynin övladı üçün təyin etdiyi yüksək standartlar. Övlad özü üçün standart təyin eləməyib. Valideyn istəyir ki, övladın o standartda görsün, o yüksək dərəcədə görsün. Və yaxud bir insanın... 2 ilə 3-ün fərqi necədir? Yox, ikincidə cəmiyyətin, başqalarının mənə təyin etdiyi standartlar var. Aydın. Daha doğrusu, indi burada bir məsələ var. Bəlkə o cəmiyyətin heç diktə etdiyi konkret deyil. Mən özüm belə qəbul eləmişəm ki, cəmiyyət bunu məndən istəyir, o cür olmalıyam. Valideynim bunu məndən istəyir, mən o cür olmalıyam. Bəli. Dostum, ailəm, qardaşım bunu məndən istəyir, mən o cür olmalıyam, mütləq. Məsələn, mən bir adam tanıyırdım. Bu adam ömrünü fəda elədi, tanıdığım insanlardan biriydi. Deyirdi ki, mənim böyük qardaşım məni bu cür görmək istəyir bir qardaş olaraq. Ətrafındakı ailəsini unutmuşdu bu adam. Övladlarını unutmuşdu. Ancaq böyük qardaşının bundan razı qalması üçün çalışırdı. Heç o böyük qardaşın xəbəri yox idi o standartlardan. Bu özü üçün o standartları təyin eləmişdi. Bu o qədər dəhşətli bir şeydir. Bu ikinci idi. Üçüncüdə isə mən başqaları üçün standart təyin edirəm. Valideynəm uşağım üçün təyin edirəm və yaxud dostum üçün bir standart təyin edirəm, yüksək dərəcə təyin edirəm. Dostum o dərəcədən aşağı düşəndə əsəbləşirəm, narahat oluram. Uşağım o dərəcədən aşağı düşəndə narahat oluram. Bu 3 dənə sfera. İndi, əzizim, insan kamilliyə can atmalıdır, bu şübhəsizdir. Bu mənim fitrətimdədir. Əladır. Bunun özlüyündə qəşəkdir, əladır. Niyə görə? Bunun əksini düşünək. Bir adam bütöv olmağa can atmır. Burada bütöv olmaqla inkişaf, biz belə deyək də, indikindən daha yaxşı olmağa, mövcud vəziyyətimdən daha yaxşı olmağa can atmaq. Hətta biznesdə deyilir ki, əgər bir biznes adamı mövcud vəziyyətlə razılaşırsa, o geriyə gedir. Qəşəng. Komfort zonada qalmaq olmaz. Bu komfort zonadır. Və bu komfort zonada olmaq şükür etmək də demək deyil. Bu başqa şeylərdir. Bəzən deyir ki, şükür etmək komfort zonayla razılaşmaqdır. Xeyr əzizim, o başqa şeydir. Şükür etmək başqa şeydir. O çox mütərəqqi bir məfhumdur. O barədə ayrıca gərək danışaq. İndi gəlirik məsələyə. Yaxşı. Mən burada qeyd eləmişəm. İndi bir ikisini deyim, sonra veriliş boyunca yenidən vaxt olsa qaydarıq. Olmasa gələn verilişdə danışarıq. Bunun problemləri nədir? Bu
üç sferanın hər birinə aid problemlər var. Həm mənim özümə ayırt etdiyim standartlar, həm cəmiyyətin mənə ayırt etdiyi, təyin etdiyi standart, həm də mənim başqaları üçün təyin Birinci etdiyim. problemdən başladıq. Niyə görə Nəyə problemlər? görə? Çünki insan psixoloji olaraq problemi daha tez görür də. Daha tez görür. O problemi göstərək, onun əksi nədirsə o yaxşıdır. Onun əksi nədirsə o yaxşıdır. İndi baxın, biz dedik ki, 3 dənə sferada insan kamilliyə can atır da. Bir dənə ümumi bir manevr eləyim, sonra keçərəm. Bilik, güc və xoşbəxtlik. Yox. Bir anonsdur da bu, keçid üçün anons. Yox, bilik, əla, gözəl, insan savadlanmağa can atmasa, bu mənfidir. Əksi. Amma bir adam təsəvvür eləyin, gecəsin gündüzünə qatıb, yeməyinə vaxt ayırmır, istirahətinə vaxt ayırmır, dostlarına vaxt ayırmır, ailəsinə vaxt ayırmır, gecə-gündüz kitab oxuyur. Belə bir insan modeli necədir? Yaxşıdır, yoxsa pisdir? Özünü tələf eləyir bilik yolunda. İkinci insan modeli, güc. Bəli, insan güclənməyə can atmalıdır, bu əladır. Bu kamilliyin bir nümunəsidir də, təzahürüdür. Amma bir dənə insan modeli təsəvvür edin, Nietzsche'nin insan modeli. Bu Zəif, başqalarına öz gücünü sübut etmək üçün bütün dünyanı əzməyə hazırdır. İfrat dərəcəsi. Necədir belə insan modeli? Üçüncü, insan öz xoşbəxtliyini təmin etmək üçün başqalarını əzir, başqalarını bədbəxt edir ki, özü xoşbəxt olsun. Olmadı ki. Düz. Birini oxuyum, dayanacam. Birinci problem budur. Bu birinci problem birinciyə aiddir. Mənim özüm üçün təyin etdiyim standartlar. Mən özüm deyirəm ki, filan yerə çatmalıyam həyatda. Deyirlər, əzizim, axı nə məcburdur? Yox, nə danışırsınız? Gecəmi gündüzümə qatmışam. Birinci problem budur. Belə adamlar məğlub olmaqdan çox dəhşətli qorxurlar. Birinci təhlükə budur daha doğrusu, təhlükə. Baxın, maşınla buradan gedirik filan şəhərə. Bu əladır, maşınla səyahət əladır. Amma mənə deyirlər ki, bax, təhlükə var ha yolda. Nədir təhlükə? Filan yerdə çala var, ora düşərsən, ehtiyatlı ol. Bax, yüksək sürətlə sürmə. İndi mənə deyirlər, yüksək sürətlə sürmə, bu təhlükə olacaq yolda. Mən deyirəm ki, onda yol getmirəm daha. Yo, getməlisən, getməlisən. Amma onları dönəcək halda, bu ondandır. Bir, məğlub olmaqdan şiddətli qorxmaq. Bax, bunların problemlərindən biri. Bu, kamala can atmaq, kamilliyə can atmaq. Perfeksiyonistlərin problemlərindən biri. Qorxurlar məğlub olmanı, depressiyaya düşürlər. Məğlub olun. İkincisini deyim, dayanım. Lovğalıq. Dayanmadan çalışır, dayanmadan inkişafa can atır, lovğalanır. Yekəxana olur. İslam dinində əxlaqdır, məmlə ücub deyilir də, yəni deyir də bəsimdir. Bu mənada lovğalanmaq, yoxsa yəni də mən hər şey çatmışam. Yox, onunla deyir, lovğalıq yəni insan özünü başqasından üstün bilsin. Ücblə təkəbbürün fərqini belə deyirlər. Ücb insan daxilən özünü başqalarından üstün bilsin. Təkəbbür isə özünü daxilən başqalarından üstün bilməyini göstərir. Təzahür etdirir. Çöldə, hərəkətlərində. Əgər təzahür etdirməsən, içində qalsa, bu dərd yarıdır. Amma o da çətindir də. Niyə çətindir? Gərək insan rol oynasın da, rola üçün o çətindir. Daxilən özünü başqalarından üstün bilirsən, amma əməlində onu göstərmirsən, təvazökarlıq edirsən, çətindir. Əzizim, elə bunun ən yaxşı yolu budur ki, daxilən də özünü başqalarından üstün bilmədə, rahat hərəkət elə. Mahir müəllim deməli, mövzunun problemindən başladı. Deməli, o problemini qaldırdı qabağa və bizim qabağımıza ümumiyyətlə bu sualı qoydu ki, yəni o reversiv yanaşdınız da, ümumiyyətlə kamillik bəlkə heç yaxşı bir şey deyil. Allah kəsin xasiyyətini. Kamillik bəlkə yaxşı bir şey deyil. Bəlkə ümumiyyətlə bütün problemlərimizin çoxu kamillikdən irəli gəlir. Məsələn, Halo effektidir də. Birinci nəyi deyirsənsə, diqqətlər ona yönəlir. Mən Mahir müəllimə bir dənə sual vermək istəyirəm, icazə versəz. Danışıqda
tam bütöv sözləri işlətdiniz ki, kamilliklə bunun məncə sinonim qoydunuz da. Amma mən elə düşünürəm ki, bir şeyin hissələri yan-yana cəmlənsə buna tam deyərlər. Misal üçün maşının bütün hissələri yan-yana olsa, bir yerdə olsa bu tam olar. Amma maşının kamilliyi belə deyək, onun getməyindədir. Əgər getməsə, buna kamil deməzlər. Məncə tamla, bütövlə kamillik burada biraz bir-birindən fərqli məfhumdur. Onu mən şərti olaraq işlədirəm. Yəni o sözdür, hə, problem yoxdur. Məqsədim odur elə mənim. Aydındır. Məqsədim odur. Fikrimiz Hə. Rövşən, buyursunuz. Buyurun. Yox, mən dinləyim. Bu negativ, Müəllim müəllimin sözünü istəyirəm biraz şiddətləndirim. Siz elə aşağıdan gəldiniz, biz də onu biraz daha da belə qabardaq. Ümumiyyətlə, yəni sual budur. Yəni kamillik istəyi, kamilliyə can atma. Hansı ki, onun müxtəlif təzahürləri var. Biri elmdə kamilləşmək, gücdə, istedadların kamilləşməsi, xoşbəxt olmaq, həzdə kamillik. Bunlar kamilliyin nümunələridir. Ancaq kökü yenə də kamilliyə can atmadır. Bəlkə elə bizim bir çox problemlərimiz elə bu kamilliyə can atmadan gəlir. Bəlkə bu hiss müsbət tərəfi bəlkə də var, ona qayıdarıq. Ancaq real olaraq sən həyata baxanda kamilliyin ciddi problemləri ilə qarşılaşırsan. Və bir çox insan yəni özü üçün bir xoşbəxt dünya qurur. O xoşbəxt dünyada bunu övladları sevir, həyat yoldaşı buna xəyanət eləmir, həyat yoldaşı sevir, özü də kamildir. Ancaq bu gözlənti reallıqla qətiyyən uyğun deyil. Vay dədə, o və dəhşətli söhbətdir. Və bunun kökü də o kamilliyə can atmadır. Vay, o dəhşətlidir. O hamısı onun içində durur. Deməli, iki övlad böyütmüş, bütün ömrü boyu çalışan bir ana danışır. İndi boşanma ərəfəsindədir. Yoldaşı ömür boyu buna zülm eləyib, evdə işləməyib, bu yoldaşını da saxlayıb, uşaqlarını da saxlayıb. İndi böyük qız bundan qalır. O birisi qız bunu ilə qalmaq istəmir. Ana ilə. Ana ilə qalmaq istəmir. Bunlar ayrılıblar da. Ayrılma gedir və bununla qalmaq istəmir. Və ana o kiçik uşağının bunu ilə qalmamağına minlərlə səbəb axtarır. Deyir ki, bax, ömrü boyu onun xidmətində durmuşam, almışam, təhsilini mən ödəyirəm, məktəbə həmişə mən aparıb gətirmişəm. Xülasə həyatımı, canımı qoymuşam da. Ata da ancaq istismar eləyib tam mənada. Uşaq indi niyə onu ilə qalmaq istəyir və ana özünü günahlandırır. Düşünür ki, mən hardasa səhv eləmişəm, günah məndədir, uşağım məni sevir, ancaq onun beynini bulandırıblar. Bu cür bəraətlərlə bir özü üçün ideal və bunu sevən övlad modeli qurub. O modelə görə uşaq bunu sevmir, düşüncəsi buna çatmır. Və ona qısa bir söz dedim. Dedim ki, burada çox yəni qeyri-adi səbəb axtarmaq gərək yoxdur. Bu uşaq elə bir yaşdadır ki, yaxşı ilə pisi, yaxşı ata ilə yaxşı ananı, pis ata ilə pis ananı ayırma potensialı var. Bu sadəcə olaraq naşükür övladdır. Bu sadəcə olaraq sənin etdiyin zəhmətləri bu adam dəyərləndirmək istəmir. Və onu görür, sadəcə olaraq hansısa başqa bir səbəblərə görə ola bilsin, tipi bu cürdür, ola bilsin, orada hansısa bunu şirnikləndirici başqa bir söz deyiblər. Uşaq səninlə qalmamağının ən mühüm səbəbi odur ki, belə deyək də, uşaq qədir bilməzdir, sənin etdiklərini dəyər vermir. Sadəcə olaraq o həmişə xoşbəxt, gözəl bizim dünyamızda hamı məni sevir, hamı mənə diqqət göstərir. O modelə naşükür övlad uyğun gəlmir, xəyanətkar həyat yoldaşı gəlmir, bu oturmur. Həyat yoldaşı buna xəyanət eləmiş qadın deyir. Deyir ki, o bu başqadır. Yoldaşım mənə ailə həyatı quranda demişdi ki, ömrümün sonuna qədər səni sevəcəm. Mən sənə sadiq olacam. Bizim sevgimiz tükənməyəcək. Deyir, indi bilirəm ki, o məni aldadır və mən onun o dediyi sözləri bu hərəkəti ilə uzlaşdıra bilmirəm. Görəsən mən harda səhv eləmişəm, görəsən mənim problemim nədir, görəsən nə baş verib. Sənin səhvin orada olub ki, həmən həyat yoldaşı ideallaşdırmısan. Bəli, həm o, həm də adam qəbul eləyə bilmir ki, sevgi bəzən tükənə bilər, sevgi bəzən bitə bilər, sevgi bəzən ehtirasın qabağını almağa kifayət eləmir. Bu reallıqdır. Adam bunu qəbul eləmir və bunun səbəbi də o kamilliyə can atma hissidir. Frank Farelli adında bir məşhur... Və yaxud, siz deyəsiniz, və yaxud ideal düzəltmə
ideal düzəltmə deyək də. İdeal düzəldirsən özün Kökü üçün. yenə də o kamilliyə Bəli, can bəli, atma, bəli. Və ideal gözəl, düzəltmə. səadət, xoşbəxtlik dünya Siz buyurun, istəmək. siz buyurun. Frank Farelli deyir ki, böyük bir psixologiyada nailiyyət əldə eləmişəm, psixiatriyada böyük bir iş qoymuşam ortalığa və sevinclə gəlmişəm, bunu həyat yoldaşıma danışıram. Gecə saat 2-yə qədər yoldaşıma danışıram ki, mən belə elədim, bu layihəm belə nəticə verdi, bu proyektim özünü doğrultdu. Deyir, birdən baxıb görürəm ki, yoldaşım yatıb. Deyir, içimdə özümü o qədər belə alçalmış hiss elədim. Yəni, düşündüm ki, bu məni şöhrətimə görə istəyir, bu məni puluma görə istəyir, mənim uğurum bunun heç vecinə deyil. Və deyir, o qədər əlim, qolum yanıma düşdü ki, deyir, çünki mən yoldaşımı düşünürdüm ki, yəni ideallaşdırmışdım. Hamı istəyir kamil həyat yoldaşı olsun. Bəli. Kamil həyat yoldaşı idealında o bizi sevir, o bizə qayğı göstərir, xırdı dərdimizi bilir və deyir, indi gecə saat 2-dir, mən buna problemi, uğurumu danışıram, adam yatıb. Və həyatımın ən böyük uğurudur. Mən sevdiyim adamla bölüşürəm və deyir, içimdə bir boşluq hiss elədim. Bu hamısı həmən o mövzudan qalır. Və boşanmalar. Bütün bunların hamısının kökü o kamilliyə çatma istəyidir ki, biz üçün böyük bir aləm yaradıb. Bir başqa birisi danışır, 2 dəfə evlənib, ikisində də boşanıb, hər birində öz həyat yoldaşı var və böyük bir depressiyaya düşüb adam. Çünki hər ikisindən boşanıb, heç biri bunu ziyarət eləmir. Övladlarını barəsində bu adamın fikri bu idi ki, yəni bunlar məni puluma görə istəyirlər, çünki ancaq işləri düşəndə mənə zəng eləyirlər, ancaq pul lazım olanda mənə zəng eləyirlər və bu qədər zəhmətini dəyərləndirə bilmir. Deyir, məsələn, ola bilər anasıyla problem yaşadım, ancaq nə oldu, ikisi də bu cür çıxdı və yaxud da uşaqlar hamısı mənə bu cür baxır və adam ağır bir depressiyadadır və bu fikirləşir ki, mən bir ahıllığa doğru gedirəm ki, orada məni tənhalıq gözləyir. Və bu da mənim istədiyim dünya deyil, mənim istədiyim həyat deyil, istədiyim insanlardır və mən təkəm və mən qocalanda, bir xəstələnəndə o dərmanı mənə verən, başımın üstündə görən kim olacaq? Və adam bunu düşünür, ağır depressiyadadır. Bir neçə vaxtdan sonra bunu gördüm, vəziyyəti düzəlib. Dedim ki, neynədin ki, vəziyyətin düzəldi də? Birinci, psixiatrın yanına gedib, ikinci, özümdə bunu qəbul elədim ki, həyat budur. Və deyir, öz gözləntimi real mərhələyə endirdim və bunu qəbul elədim ki, həyat yoldaşı səni sevməyə bilər, o səni pula görə də istəyə bilər, uşaqları da səni pula görə istəyə bilər, maddi maraqlarına görə. İnsandır. Mələk deyil. Və deyir, öz ideal aləm modelimi saldım aşağı, ətrafa, dostlara, həyata, problemə, işə bütün baxışımı reallaşdırdım. Yəni, bizim bəzən real həyatımız beynimizdə qurduğumuz o illüziyavari həyatdan ciddi şəkildə fərqlənir və onu qəbul etməmək bizim ciddi problemimiz olur. Kökü də bəzən o kamilliyə çatma hissi olur. Əla. Təşəkkür hər ikinizə. Və mən bir də belə düşünürəm ki, kamillik duyğusu hamıda var, hər yerdə var, bayaq deyildiyi kimi. Bütün insanlarda var. Elə fitrətin də adətdən ayıran cəhət odur. Sadəcə olaraq ola bilər ki, bəziləri üçün kamillik başqa bir şeydir, digəri üçün tam başqa bir şeydir. Siz təsəvvür edin ki, bu ailədə belə olduğu təqdirdə kişi üçün tam başqa bir kamillik anlayışı var. Xanım üçün tam bir başqa bir kamillik anlayışı var. Bunlar artıq hədəfdə ayrılıblar. Bunları birləşdirmək artıq çox çətin. Nə qədər izah da verirsən, motivasiya da eləsən, biraz ona deyirsən, biraz buna deyirsən. Düşündüyüm qədər bunların artıq hədəfləri fərqlidir. Yəni bir yerdə 5 gün, 10 gün gəlirlər, yenə toqquşurlar. 15 gün, 20 gün yenə toqquşurlar. Və ailədə mühüm məsələlərdən də biri, həmişə mən özüm məsələn, hətta bir dəfə yazılarımda da qeyd elədim o ki, hədəfin eyniyyəti. Yəni bunlar ailə hədəf eyni olanda o toqquşmalardır, konfliktlərdir. Onlar da o hədəf insanın təmərküzlüyü bir yer, o problemlər itir. Və mən bir də daha mühüm bir istəyərdim mövzuya toxunum bunun bu danışdıqlarımızın əsnasında ki, biraz Mail müəllim toxundu, çox gözəl. Deyir, qüdrətli olmaq hamı istəyir. Qüdrətli olsun. Güclü olsun. Normaldır, heç bunun qorxmaq da lazım deyil. Mən hətta Adəmin dastanında, hekayəsində mən Adəmin
hadisəsinə həmişə belə baxırdım ki, elə bir ki, Adəmin o dastanı dünyanı bir kinoya bənzətsək, o dastan o treylerdir. Yəni bir ilk öncə Allah Adəm dastanında, hissəsində o hər şeyi göstərir bizə. İnsanın fundamental duyğuları, zəif nöqtələri, düşməni kimdir, dostu kimdir, necə aldıracaqlar, neynəsə çıxacaq vəziyyətdən, yıxılsa qalxa bilərmi? Orada yığışıb, orada bir nöqtə var. Deyir, o ağaca yaxınlaş, niyə? Deyir, qüdrətli olarsan o meyvədən yesən və əbədi yaşayarsan. Əslində, ayə bizə bir mesaj verir ki, qüdrətli olmaq hissi, yəni insanın artıq o tərkib hissəsidir də. Yəni, insan elə əvvəldən bunu istəyir. Allah bunu təsdiq eləyib insanda. Allah nöqtəni qoyub, bəli. Sən normaldır. Sadəcə olaraq yanlış alternativlər verilir bəzi vaxtlar. Yəni, kamil insan olmaq üçün qüdrətli olmalısan. Bəzi vaxtlar vasitələr hədəflərin yerində oturur. Yəni, təsəvvür edin ki, qüdrətli olmaq qoyulub pik nöqtəyə. İtalyan filosofu Machiavellinin belə bir sözü var, deyirdi ki, ağallıq eləmək istənsə əlindən nə gəlir elə. Çünki qüdrətli olmaq, kamil olmaqdır. Əzirsənsə əz, nə edirsənsə tək ora çat, yetiş. Yəni, onlar üçün pik nöqtə artıq qüdrətli olmaqdır. Kamil insan anlayışda qüdrətli insandır. Və artıq o hədəf olub, nəinki vəsilə. İslam dünya görüşündə isə qüdrətli olmaq nəinki tam hədəfdir. Qüdrətli ol ki, əzilmə, qüdrətli ol ki, zəifi himayə eləyəsən. Qüdrət özü də bir vasitədir, nəyəsə çatmaq üçün. Bəli. Bax, o nəyəsə çatmaq üçün o dəqiq təyin olunmalıdır ki, çünki o bəlli olmadığı təqdirdə, biri deyəcək misalda, qüdrətli olmaqdır, kamil insan olmaq. Biri deyir, eşqdədir kamal, biri deyəcək, elmdədir kamal. Amma İslam dini gəlir bir dənə nöqtəni təyin eləyir. Ona qoyandan sonra o nöqtəni. Onlar da o nöqtəyə gedən bir yol olursa, onda hər şey gəlir, oturur, yerin tutur və o problemlər də aradan itməyə başlayır. Məsələn, Nietzsche'nin fikrində deyirdi ki, qüdrətli ol, zəifin ən böyük problemi budur, gələ zəifdir. Əzə bilirsən, onu da əzginən. Hətta fikri bu idi ki... Günahdır. Zəiflik günahdır. Zəiflik günahdır. Xətadır. Cinayətdir. Cinayətdir və deyirdi ki, dini özü də elə bir fikir də var. Deyirdi ki, dini zəiflər yaratdı da. Deyir, bu fikir, dində olan o fikirlər ki var, məzluma yar ol, himayə elə, bunu elə. Deyir, bunlar çıxartdılar. Deyir, əslində zəifi əzməlisən. Bu belə baxırdı məsələyə. Yəni, bu artıq, istədim bu nöqtəni deyim. İndi siz bunun ətrafını danışaq, onun fikrinizi bildiririz. Mən sizdən də ilhamlandım. Vasitə gəlib hədəfin yerində oturur bəzi vaxtlar. Qüdrətli olmaq, halbuki bu bir vasitə də gətirib qoymuşuq, bunu məsələn ortaya qoysaq ki, bu hədəfin özüdür. Orada artıq siz deyən o problemlər də gəlir, çıxır ortaya. Bu problemlər... İndi sual budur da, o məqsəd nədir? Məqsəd. Aysa, buyurun. Məqsəd nədir? Məqsədə gələrək istərdim ki, sizin danışığınızın üzərindən bir sual verim. Belə başa düşdüm ki, hamımız bunda razılaşırıq ki, bu fitri duyğular kamal duyğusunda, insanın kamal axtarma duyğusunda cəmləşir. Və nəzərə alsaq ki, insanın bir təbiət tərəfi var, bir də fitrət tərəfi var da və adətən insanlarda təbiət tərəfi daha çox aktuallaşır və insan daha çox aktuallaşır. Bir dənə söz icazənizlə. Belə buyururlar, bu da bir fikirdir. Buyururlar ki, insan təbiət tərəfidir, var fitrət tərəfi var. Deyir, təbiət tərəfi zaten aktivdir əvvəldən. Fitrət isə potensialdır. Və belə izah verirlər. Deyir, uşağa baxın, deyirlər ki, doğulan kimi biraz qarnına görə tez ağlayır. Mənə onu ver, mənə bunu ver. Biraz egoistdir. Yəni, o təbiət tərəfi aktivdir, fitrət tərəfi isə potensialdır. Biz onu aktivləşdirməyin yolunu tapmalıyıq. Necə aktivləşdirir? Təşəkkür edirəm. Və insan, elə azı deyən kimi, fitrət tərəfi, təbiət tərəfi ki, aktivdir. Fitri duyğular isə potensial olaraq insanda qalıb da, potensial tərəfi qalıb. İndi yaxşı, insan əgər bu kamal duyğusuna cavab verməsə nə olar? Onda nə baş verər? Bu olmaz. Yəni, bir adam ümumiyyətlə inkişaf etmək istəmirsə, İmam Sadiqin nəticəsində dünəni ilə bugünü eyni olan bizdən deyil. Bu həmən kamilliyə getmək məsələsidir.
bunun özü mütləq olmalıdır. Elə bildirirəm ki, yemək mütləq yeməlisən. Amma yemək yeyəndə, bax, yağlı yeməklər yemə, nə bilim, zəhərli qidalar yemə, nə bilim, çox yemə, axşam falan saatdan sonra yemə. 50 dənə şey, bu qədər qadağadan sonra da mən yeməyim də. Yo, yeməlisən mütləq. Aydın, o yerindədir. Sən kamilliyə canı atmaq olmasa, heç nə olmazdı həyatda. Bu qədər ixtiralar, bu qədər gözəlliklər həmin o hissin təzahürüdür. Və yaxud o savadsız nənələrimiz dayanmadan çalışmaq, səhərdən axşama qədər çalışmaq. Axı nə istəyirsən sən həyatda? Nəyə can atırsan? Evi sahmana salmaq istəyirəm. Nə bilim, evi yığışdırıram, sahmana salmaq istəyirəm. Bu da o bütövləşməyə, tam olmağa, kamilləşməyə can atmaqdır. Bu mütləqdir. Amma Rövşən müəllim də bayaq dedi, bu problemlər var da ki, eşq asan numudə vəli oftad müşkilha hafiz deyir. Eşq əvvəl asan göründü. Amma praktikaya gələndə gördük ki, problemlər çoxdur. Problemlər çoxdur. Bu Gestalt terapiyada belə bir fikir var. Hər bir dairə mütləq olaraq tamamlanmalıdır da. Bunu deyirlər, Gestalt mütləq tamamlanmalıdır və insan bütöv içində tamamlanmalıdır. Yarımçıqlar həmişə tamamlanıb bütövləşməlidir. Ona görə yarımçıq Gestalt, yarımçıq dairə həmişə problemə gətirib çıxardır. Hisslərə bunun tətbiqi bundan ibarətdir ki, bizim içimizdə olan bütün o daxili hisslər, hansı ki, inkişafa doğru bizi aparır, mütləq olaraq bunlar tamamlanmalıdır və həyatda öz nümunələrini görməlidir. Əgər görməsə, yarımçıq qalmış Gestaltı insan hər bir halda istəyir tamamlasın. Ancaq düzgün olmayan vasitələrlə. Məsələn, sevgi hissi. Uşaq psixoloji olaraq elə formalaşıb ki, ətrafında valideynləri və sağlam mühit içində olan sevgini cücərdəcək, böyüdəcək, böyük bir ağac formasına gətirəcək. Onun bəhrəsi olacaq övladlarına sevgi, olacaq həyat yoldaşına sevgi, olacaq cəmiyyətdə işlədiyi kollektivdəki əməkdaşlara sevgi. Çünki sevgi dairəsi tamamlandı. Əgər tamamlanmasa nə olacaq? Bunu kamilliyə də aid eləyək. İnsan istəyir kamil olsun, istəyir xoşbəxt olsun, istəyir savadlı, elmli, bütün potensialları gerçəkləşmiş bir şəxsə çevrilsin. Ancaq tənbəlliyindən ömrünü hədər elədi. Onda nə baş verəcək? Axı o dairə Tamamlanmalıdır. Saadət tamamlanmalıdır və saadət tablosunun elementləri var. 3-nü yığdı, 15-i qaldı. Necə olacaq? Və yaxud da ki, elmdə tənbəlliyindən elm arxasınca getmədi, başqalarından çox geri qaldı. Bu boşluq, bunda hansı nəticələrə gətirib çıxardacaq? 2 dənə burada mən məsələyə toxunmaq istəyirəm. Bir, yaş böhranı, psixoloqlar buna deyirlər yaş böhranı. Müəyyən bir yaşlı insanın içində bir dənə belə bir bum, belə bir partlayış olur. İnsan bir dənə bir çöküş yaşayır və keçmişinə baxır və deyir ki, 45 yaşım var. Məsələn, 40-45 yaşda orta yaş böhranıdır da. Baxır ki, mən bu yaşa qədər nə etmişəm, nə qurmuşam, nə tikmişəm. Və çox vaxt orada da maraqlı məqam odur ki, pulla bunu ölçmür. Ola bilsin ki, bunun qəşəng evi var, ancaq o adamlar da yaşayır. Yəni, bir müddət elə bilirdilər ki, bu krizisi, bu böhranı ancaq imkansız adamlar yaşayır. Həyatda, nə bilim, bir universitet oxumayan adamlar bu böhrana düşürlər. Ancaq baxıb görürlər ki, bu böhranı çox imkanlı adamlar da yaşayır. Onlar belə geriyə baxıb deyirlər ki, mən nə etmişəm ki? Və yaxud da bəzən bu sözlə o hissi ifadə edirlər. Sanki həyat gedir, mən ona çata bilmirəm. Nəsə etməliyəm, bilmirəm nə. Yəni, nəsə etməliyəm, o nədən? Ömür gedir, ancaq bu ömürdən, bu qafilədən geri qalmışam. Bu yaş böhranı 60 yaşda, 70 yaşda çox belə vahiməli bir şəkildə insana qayıdır. Çünki o yaşda anlayır ki, artıq ömrünün son illərini yaşayır. Ancaq yenə də o hiss bunu tərk eləməyib. Ömür getdi, mən neynədim, nəsə eləməliyəm, bəlkə gəzməliyəm, bəlkə səyahətə getməliyəm. Ancaq kökü ondan irəli gəlir ki, bunun içində olan o mənəvi dairələr tamamlanmayıb. Mənəvi dairə tamamlanmayan insan həyatının mənasızlığından əziyyət çəkir. Həyatında məna görmür. İşində, gücündə, ailəsində heç bir məna görmür. Yəni, ailəm var, nə olsun ki? Pulum var, nə olsun ki? Bu suallar onu narahat edir. Buna bəzən fəlsəfədə deyirlər ekzistensial böhran. Ekzistensial böhran odur ki, bu böhranın səbəbi bilinmir.
ailəsində hər şey qaydasında, imkanı yaxşı, vəziyyəti yaxşı. Ancaq insan içində bir dənə boşluq hiss eləyir. Bunu heç nə ilə doldura bilmir. Ancaq bu Gestalt tamamlamalıdır axı. Bu yarımçıq bitməlidir. Nə ilənsə həyatına məna qatmalıdır. Sevgisizliyi kiminsə sevgisi ilə doldurmalıdır. Atasından, anasından sevgi görməyib, həyat yoldaşından sevgi görmür. Nə ilənsə doldurmalıdır. Xoşbəxt özünü hiss eləmir. Ancaq xoşbəxt olmaq üçün yenə də o yarımçığı nə ilənsə bir bərpa edib yamamalıdır. Onda insan nə edir? Onda insan narkotik vasitəyə qurşana bilər. Onda insan hansısa bir əxlaqsız bir həyat tərzi ilə yaşaya bilər. İnsan orada müxtəlif süni vasitələrə yol verir ki, tək o boşluğu içində olan o hansısa yarımçığı doldursun. Burada əslində çox ciddi sual budur ki, həyatın mənasını harda axtaraq və içimizdə olan boşluğu nə ilə dolduraq? Çünki bilirik, hamı xoşbəxt olmaq istəyir, ancaq xoşbəxtlik nədir? Bir dəfə bir təlimdə sual verdilər, xoşbəxtlik nədir? Dedim, xoşbəxtlik elə bir anlayışdır ki, hamı istəyir yüzlərlə olsun, tərif verilir. ancaq bilmir nədir. Və orada da soruşdum, sənə görə xoşbəxtlik nədir? Biri dedi karyera, biri pul. Yəni hamı axtar, bilmir. Yəni burada başqa sual yaranır ki, sən bilmədiyin bir şeyin arxasınca necə gedə bilərsən? Ya deyirlər yoxdur, ya da deyirlər varsa o nədir? Və onu harda təqdim eləyəsən? Bir podkastda sual verdilər xoşbəxtlik nədir? Dedim, xoşbəxtlik əlimdəki bu qələm kimi deyil. Və yaxud həyatın mənası da bunu kimidir. Bu qələm kimi deyil. Məsələn, Mail müəllim qələmini itirib. Deyir ki, mənim qələmimi kim görüb? Mən göstərirəm. Hamı deyir, hə, Mail müəllimin qələmidir. Və xoşbəxtlik bu cür belə bir şey deyil də. Mən onu deyim, məsələn, deyim ki, səyahətdə. Hamı desin ki, hə, doğrudan da axtardığımız bir şeydir. Yəni, sən bunu ömründə görməmisən. Ona görə mən sənə nə desəm, sən yenə də məmnun olmayacaqsan. Bu çünki qələm kimi zahiri bir görünüşü yoxdur ki, rəngi məlum, çəksi məlum, görüntüsü məlum olsun. Yaxşı, bu nədir? Mən görmədiyim bir şey, kim yazıb mənim içimə ümumiyyətlə bunları? Görmədiyim bir şeyin arxasınca mən niyə gedirəm? Kim məni işə salıb? Kim məni işə salıb? Şirin-şirin yuxudaydıq, bir zalım oyatdı bizi. Ona görə bu sual da çox ciddi bir sualdır. Yaxşı, biz hər şeyi ümumiyyətlə adətən danışırlar. Bu mövzularda həmişə yarımçıq qalan budur. Yəni deyir, qardaş, bildik də hamı xoşbəxt olmaq istəyir. Yaxşı, de görüm nədir, mən neynəsəm o içimdə o Gestalt deyirsən, nə bilim yarımçıq qövs deyirsən, o tamamlansın, o nədir, həyatın mənası nədir? Çünki onu bilməsək, bu kamilliyi axtarmaqda yarımçıq qalır. Yaxşı, o kamillik nədir, ona qovuşsam, ürəyim rahatlaşacaq. Aydındır. Kant deyirdi, xoşbəxtlik ümumiyyətlə individualdır. Çünki deyirdi, insan o zaman xoşbəxt olur ki, arzularına yetişir. Hətta pis insana deyir, öz arzusu var. Yaxşı insana da arzusu var. Ona görə deyir, hələ öz arzusuna yetişəndə olur xoşbəxt. Məsələn, individual yanaşırdı, konsepsiyası yoxdur da, yəni bu fikrə əsaslansa, xoşbəxtliyin bir konsepsiyası yoxdur. Amma mən İslamın tohidi dünya görüşü ilə məsələyə istərdim bir yanaşım. Rövşən mənim bir adam deyir, o yarım gəldi, yarıya qədər elə tohidi dünya görüşündə insan belə deyək də, xoşbəxtliyin bir konsepsiyası varmı? Var. Və o yol hardan keçir? Deyirlər, elə o insan kamilləşir, o kamal duyğusu təmin olunur, Mail müəllim tamamlanır, bütövləşir və belə olduğu təqdirdə insan olur, həm xoşbəxt olur. Və o haçan baş verir? İnsan mütləq qüdrətə qovuşduğu təqdirdə, mütləq elmə qovuşduğu təqdirdə, o mütləq elmdə yaradandır, mütləq qüdrətdə sözsüz ki, odur. Ondan siva insan özünü hara xərcləsə, harda ömrünü keçirtsə, uduzub. Quranda belə bir deyim var, maraqlıdır. Deyir, araditum bil həyatı dünya, qısa. Deyir, dünya ilə mı razılaşdı? Sadəcə sual verir Allah Teala. Yəni, sən o azla razılaşdın, axı sən bir ruhun var ki, aza qanı olmayan bir ruh. Yəni, bu bir ayədən bir söz deyim, biraz öncə siz danışanda gəlmişdi zeynimə ayə. Bir dənə bir ayə var, Quranda çox müfəssirlər bu söz düşüb. Deyir, insana əmanəti verdi, götürdü, dağa verdi, yerə verdi, göylərə verdi, götürmədi. Axırda bir dənə cümlə deyir, deyir, bu insan zalimdir, cahildir. Zəlum ancaq. Nə deməkdir bu? Bu Allah tərif edirmi burada insanı, yoxsa məzəmmət edir insanı? Ariflərin bir dənə bunun tərifi var.
müəllimə, mən bunu deyim, yenə də o qövs yarımçı qalacaq deyəsən. Siz tamamlayın. Deyir ki, zalimdir. Burada pis məna Allah deməyib. Nə mənada deyib? Deyir, zalim ümumiyyətlə kimə deyirlər? Zalim ona deyir, həddi aşır. Ona qoyulub bir hədd aşır. Hədd aşır. Deyir, insan zalimdir bu mənada ki, gəlir çatır bir yerə, mənə qane olmadı. Aşır. Gəlir çatır buna deyir, yox, qane olmadı. Aşır. Gedir. Elə gedir. Və haçan aramlaşır bəs? O mütləq qüdrət ki, o məhdud deyil. Onun bir həddi yoxdur. Fəlsəfədə bir dənə qayda var, deyir, hədduhu la həddələh. Bidayədə o fəlsəfədə, İslam fəlsəfəsində bunu bəhsi edir. Allah odur ki, onun həddi həddin olmamasıdır. Məhdud deyil də. İnsan da girir o kanala, düşür o xəttə, düşür o cərəyana. Ora daxil olandan sonra və o mütləq qüdrət tərəf hərəkət edəndən sonra bir sözlə onun xəlifəsi olduqdan sonra, onun yer üzündə canişini olduqdan sonra həqiqi kamala yetişir, həqiqi saadətə qovuşur və artıq burada insan özünü xoşbəxt hiss eləməyə başlayır. Rövşən müəllim, siz deyirsiniz ki, haqlı olaraq dediniz ki, mənim bu geçtaltım qaldı ha burada, tamamlanmadı. 13 dənə yazmışam. Travma yaşayarsınız. Depressiya yaşayacağım. Bu verişdə də olmasa gələn verişdə danışarıq. Bu çünki çox vacibdir. Yo, danışarsınız. İndi burada məsələ nədir? Bir dənə bunu deyim. Bu biraz retorik sualdır həm də ciddi sualdır. Siz deyirsiniz ki, insanlar ideal nəzərdə tuturlar özləri üçün. İdeal həyat yoldaşı, ideal qardaş, ideal dost. Dostundan incir. Niyə? Mən elə bilirdim dost belə olar. Ay qardaş, ay bacı. Harda deyil baxıb sən özünə belə ideal axtarışında olsan, onda tək qalacaqsan dünyada. Tək qalacaqsan. İndi sual budur. Yaxşı. Hacı bayaq gözəl qeyd elədi ki, hədəflər ilahi olmalıdır. Hədəf Allaha çatmaq olmalıdır. Güclənirsən, ona çatasan. Savadlanırsan, ona çatasan. Rifah yaradırsan özünə ki, ona çatasan. Əgər hədəf o olsa, sən güclənəndə, savadlananda, rifaha çatanda heç kimin haqqına girməyəcəksən. Heç özünün də haqqına girməyəcəksən. Çünki hədəf odur. Əla. Sual. İnsanların neçə faizı Rövşən müəllimin dediyi o məsələ ideallaşdırma. Hacının dediyi məsələ hədəflərin böyük olsun. İnsanların neçə faizı bu transandental, ali formada tərbiyələnə bilərlər? Çox çətin sualdır. Çox az. Çox az. Əgər çox azdırsa, bəs o ikinci, biraz retorik sualdır, hə? Yəni düşünmək, müzakirə. Yəni bilirlər, yəni ümumi olaraq çox insan getdiyi yolu bilir, pis yaxşını bilir. Ancaq əmələ çatanda orada hər adam onu öhdəsindən gələ bilmir. O marketingdə də var da, deyir ki, müasir biznes intellektə, savada intellektə dayanmır, məntiqə dayanmır, hissə dayanır. Sən girirsən mağazadan bunu alırsan, ona görə yox ki, xərc-fayda prinsipini əsas götürürsən, o məntiqdir. Ona görə ki, sadəcə xoşun gəldi. Dan Ariely yazır da, deyir ki, bir iş adamı getmişdi maşın sərgisində, Ford maşını görmüşdü. Gəldi, neçə milyonluq səhm aldı Forddan. Deyir, soruşdum ki, niyə elədin? Deyir, gördüm ki, məntiqli cavabı yoxdur. Deyir ki, nəsə xoşum gəldi bu maşından. Bu qədər. Nəsə xoşum gəldi. İnsanların neçə faizi məntiqlə, ali məntiqlə, ilahi hədəf, özünə ideal seçmə, ağıllı ol falan və neçə faizi, bu biraz retorik sualdır və çətin sualdır, çox çətin sualdır. Onun çünki maneələri var da, yəni
kamilliyə getmə yolunda maneələrimiz nədir? Əslində sizin o sualınız o mövzuya qayıdır. Məsələn, orada nəfsi istəklər dayanır. Orada və bu maneələr neçə faiz insanı o kamillikdən saxlayır, bütövlükdən saxlayır? Əksər insanları saxlayır. Mütləq əksəriyyət. Yəni 99%. Yəni biliklə ölçülmür də. O kamillik hissi bizi əslində istiqamətləndirir. Ancaq o istiqamətə doğru ola bilsin ki, biz getməyək. İbn Xəldun Dəməşqin mühasirəsi zamanı Əmir Teymur Dəməşqi mühasirə eləyəndə bilir ki, İbn Xəldun ordadır. Xəbər göndərir, deyir ki, İbn Xəldunu görmək istəyirəm. Bu da məmlukların ixtiyarında olur o vaxtda Dəməşq. Nəsə qaladan İbn Xəldun 14-cü əsrin böyük sosiolog, filosof, müsəlman. Oradan onu iplə göndərirlər və gəlir Əmir Teymurun bir ay qonağı olur. Və bir ay ərzində onu ilə yüksək mövzularda söhbət eləyirlər. İbn Xəldunun da bir Əsabiyyə adlı bir nəzəriyyəsi var. Əl-Müqəddimə əsərində də bunu gətirir. Əsər başdan ayağa bunun üzərində qurulur ki, yəni bir xalqı gücləndirən amillər nədir? Mühiti gətirir, orada onun etnik xüsusiyyətlərini gətirir, ideologiyasını, kollektiv şuuru, təəssübü, bu cür mövzularda bir araşdırır və ideal örnək olaraq Monqolları göstərir. Əmir Teymura da bu ideyalar çox maraqlıdır. Bir ay bu adamla söhbət eləyir və sonra geri dönür İbn Xəldun. Geri dönəndə soruşurlar ki, Əmir Teymuru necə gördün? Onu çox tərifləyir. Deyir, yüksək intellekti var, çox savadlı, çox ağıllı, diplomatiyası yüksək, dövrün coğrafiyasına güclü bələddir. Yəni çox belə öyür, onu tərifləyir. Ancaq deyir ki, onun bir problemi odur ki, adam zalımdır. Yəni ağlı var, biliyi var, intellekt yüksək, ancaq zülmkardır. Bu zülmkarlığı qabağını bunun biliyi, bunun savadı, bunun o heç nə almır. Dəməşqi doğrudan da alır və insanları qırır, şəhəri də yandırır. İndi Ramiz Rövşən deyir, sən orada göyə baxırsan, burada məni yer aparır. Biraz keçək yerdən danışaq. Baba müəllim, icazə verirsinizsə bir iki dənə şey əlavə eləyim mən, sonra siz sualınızı deyərsiniz. Olar mı? Buyurun, buyurun. Demək, bayaq oxuyurdum, söhbət nədən gedir? Kamilliyə can atan insanların bəziləri, perfeksionistlər belə deyək, dayanmadan çalışır, vuruşur, savad alır, işləyir, nə bilim, pul qazanır və s. və bu əla, bu gözəl, amma bunun problemləri də ola bilər. Bir-ikisini oxudum, birincisini dedim, məğlub olmaqdan çox qorxurlar, depressiya düşürlər, birdən məğlubiyyət də ola bilər də, yoldur. Ramiz Rövşən deyir, heç kəs qınamasın, yoldur, nə olar? Bir üzrə, Mail müəllim perfeksionist deyəndə o qüsur olan mənasında işlətmir sizdə. Yox, təbii. Çünki perfeksionist deyəndə... Aydın, amma mən baxdım Rövşən müəllim, elə psixoloqlarda, elə müasir psixoloqlarda perfeksionizmi müsbət mənada da işlədiblər. Ümumi mənada gəlir, ancaq o qüsur kimi gəlir. Daha çox aydındır. Perfeksionizm mən burada o həmən o kamiliyyə can atan. İkinci lovğalıq dedik bunu. Üçüncü, kiçik səhvləri böyük görür. Amandır, birdən səhv edə bu adam. Mükəmməlçilik psixologiyası demək olar bu. Bəli. Hər şey mükəmməl eləmək istəyəni edə bilmir. Perfeksionizm odur əslində, bəli. Kiçik səhvləri böyük görür. Əslində bu elə kamilliyə can atmaq məsələsi ilə eyni tarazdadır. Çünki oradan gəlir. Bəli. Kiçik səhvləri böyük görür. Əzizim, insansan da, yoldur. Səhvin də ola bilər. Yox, nə danışsan. Neçə gün bu özünə gələ bilmir ki, mən niyə o səhv elədim orada? Dördüncü, səhv olanda işində bunu şəxsiyyətinə aid edir. Mən pis adamam. Əzizim, sən pis adam deyilsən. Sən yaxşı adamsan. Sadəcə səhv elədin. Yaxşı adamlar da səhv eləyir, nə olar? Ola bilsin, ətrafın müəllimənin, belə deyək, ailəsi, mühit həmişə bu cürlə onu bəlkə də təlqin eləyirlər. Bəli, indi o əgər elə olsa, o qayıdır o ikinciyə. İkinciyə. Başqası tərəfindən. Beşinci, tənqidə dözümsüz olurlar bunlar. Tənqidə. Dəhşət. Niyə? Çünki daim yenilikçi, mükəmməliyyətçi falan tənqid olunanda bunu
sanki zədələyirlər. Altıncı, bunlar özlərini həddindən artıq çox danlayırlar. Özünü danlamaq yaxşıdır. Dostlara deyirəm ki, mən ağlım kəsəni, özümü danlayıram həmişə. İçimdə 2 dənə mən var. Vuruşuruq. Hə, bir mən, o birisini həmişə danlayır. Və çox maraqlıdır ki, təxminən 99% vaxtlarda o danlanan mən özümü müdafiə edə bilməyib. Çox cüzi vaxtlarda bunun da bir sözü olub. Deyir ki, o danlayan mənə deyir ki, əşi, filan yerdə filan işi yaxşı elədim də, daha saxla da bir dəqiqə. Hə? Amma bu ifrata varsa insan bunda, bu insan depressiyaya düşəcək. Nəfsi ləvvamə. Bəli, nəfsi ləvvamə İslamda da var da. Nəfs özünü danlayan nəfs. Allah and içir hətta. Bəli, möhtəşəmdir, dəhşətdir. Quranda buna and var. Gör nə qədər dəyərlidir, vacibdir. İnsanı lovğalıqdan saxlayır, amma orada da həddini aşmaq olmaz. Həddini aşsan, o da depressiya salacaq. Onun da həddi var əzizim. İnsan özünü da bu qədər də yox. İşdənsə, o qədər yaxşıdır ki, səni lovğalıqdan saxlayır. Çünki lovğa adamlar öyrənmək istəmirlər. Niyə? Özünü bütöv bilir də. Adam Bilirəmdədir. Öyrənməyə o adam can atır ki, məsələn, mən bir çox deməyək, bəzi hallarda efirdə veriliş gedir. 3 dənə ziyalı oturub. Yaşlı, başlı, 50, 60, 70. Üçü də alimdir, professordur falandır. Bir aparıcı ortadadır. Sağında, solunda həmən alimlə oturur. Bunlardan biri danışır, biri ona baxmaq əvəzinə bu tərəfə baxır. Və bu kadrda da düşür. Çox pis görsənir. Küsüblər bir-birinə. Yox, küsüblərsə dair niyə verilişə gəlirlər? Bir nəfər deyirdi ki, bir alim deyirdi ki, müəllim danışanlara deyirdi ki, qulaqları özünü saxla, gözünü mənə ver. Ay, sağ ol. Aktiv dinləmə deyirlər, active listening, aktiv dinləmə bacarığı. İndi bu aktiv dinləmə bir var deyirsən ki, bayaq dediyim kimi də, mən hər şeyi bilirəm, amma texniki olaraq məcbur edirəm özümü. Bir də var, insan daxilən özünü ehtiyaclı görür öyrənməyə. Daxilən. Heç orada da nəzakət xatirinə qulaq asmır, həqiqi qulaq asır. Ki, nəsə öyrənsin. Aktiv dinləmə. Və 7-cisini deyirəm, burada saxlayıram, çünki 13 dənədir. Hələ qalıb. Keçdatlam alan. Öz uğurunu, öz dəyərini uğurla əsaslandırır. Uğurları ilə əsaslandırır. Bu da çox təhlükəlidir. Uğur olmayana dəyərsiz istəyir. Özünü. Bildim. Uğuru yoxdur deyə özünü dəyərsiz bilir. Bu da çox pisdir. Mənim yaxınlarımdan var, bu dəqiqə bu problemi yaşayırlar və mən onunla mübarizə aparıram ki, o özünü dəyərsiz bilməsin. Çünki dəyərsiz bilsə, bu təhlükəli yerə gedir bu artıq. Müəllim, bax sizin bu fikriniz ki, gör nə gözəl bizim Əhl-i Beytdən bir hədisdir. Deyir ki, özü mühasibə elə. Mühasibə eləyəndə də necə elə özü? Hesab-kitab çək özünü. Deyir, bir dənə bax, gör, pis cəhətlərin olubsa gün ərzində özünü danla, amma yaxşı işlər olsa özünü təşviq elə. Möhtəşəm. Şükür elə. Bəli. Allah həmd elə. Yəni, bir tərəfli baxma məsələyə. Siz danışa-danışa mənim yadıma o hədislər, vayələr düşür. Və hətta bir dənə orada maraqlı bir söz ifadə işlətdiniz ki, mən qeyd elədim özümdə də, tənqidə dözümsüzlük. Bəli. Quranda iman əhlinin ən mühüm işarələrindən biri lovmətə laim, la təxuzuhu lovmətə laim. Danlayan insanın, düzdür, burada indi qırağadır misal, danlayan insanın danlağı bunu işdən saxlamır. Nə gözəl. Özdə maraqlı cəhət budur ya. Bu ayəni mən 100 dəfə oxumuşdum, amma belə anlamamışdım. Deyir ki, özdə maraqlı cəhət budur ki, deyir, la təxuzuhu lovmətə laim. Laim deyir o tərəfə. Laim deyir, yəni onun xarakteri odur. Yəni bütün gün onu bunu danlayar. Laim kəlməsi, ism, qrammatika, ism. Bu elə budur. Nə gördü danlayır. Sən də belə ol günan ki, onun o işi səni inəməsin. Bu bizim hansı ayəyə bənzəyir? Və İzâ xatabəhmul cahilûne qalu Qalu salama. salama. Ona bənzəyir. Cahil adamlar xitab eləyəndə onlar salam verirlər. O lovmətə laim də elə işi yüzə elə ona buna mız qoymaqdır da, danlamaqdır. Bu onun vezini almır. Yolunu gedir. Bir misal yazmışdır, Roşan bir nəfər şəkil çəkmişdi, deyir, qoymuşdu ortaya ki, kim nə eyib tutsa
üstündən bir xətt çəksin də, xoşlamadığı tərəf olsa. Səhər gəldi, gördü ki, bütün şəhərə bir dənə xətt qoyub. Dedi, yox, bu dəfə belə eləməyəcəm. Çəkdi həmən şəkil, dedi, kim bir səhv görsə düzəltsin. Aysan. Sonra gəldi, gördü, olduğu kimi qalıb. Adətən insanların bəzisi elə heynini, elə o yöndən yanaşır ki, düzəltmək yox da, quruculuq yox. Elə dağıdım. Elə hey, irad yaxşıdır siz demişkən, amma nə cür irad olur da. Pavul müəllim sual. Mən bir şey deyim. Müəllim, sizin bu saydıqlarınızdan sonra məncə heç kim kamilliyə tərəf getməyəcək. Bir dənə ona görə bu mükəmməlçiliklə insanın o kamal axtarışının arasında bir xətt qoymağımız vacibdir ki, izləyicilərimiz bunu eşitsinlər. Buyurun. Burada doğrudur. Mövzumuza İrad doğrudur, ha, irad doğrudur. Yəni ümumiyyətlə, yəni bir fəlsəfi bir düşündürücü sual qoyaq ki, ümumiyyətlə bu kamilliyin bizim daxilimizə qoyulmağının hansı ideoloji əsası var? Bizə nə demək istəyir? Bunun mesajı nədir? Mesajı var, yoxsa mesajı yoxdur? Bəlkə elə belə qoyulub bizim içimizə. Ümumiyyətlə fitri hisslərdən danışdıq. Quran buna toxunubsa, bəzi ayələrində birbaşa bunun adını belə dilə gətiribsə, deməli, bu fitri anlayışlar ciddi anlayışlardır. Önəmli mesajları var. Və məişət həddində mövzu həll olunmalı deyil. Aha. Yəni, əslində, məişət həddində bəzən bunu müzakirə eləyirlər. Bəzi psixoloqlar, nə bilim, hansı araşdırmacılar. Çünki mövzunu görürlər, ancaq tətbiq yerini bilmirlər. Ancaq Quran heç bir zaman yəni bu cür bəsit bir mövzuları dilə gətirmir də. Daim əsaslı yaradılışla bağlı mövzulara toxunur. Yəni sual burdadır. Ümumiyyətlə bu bizə nə demək istəyir? Və biz ümumiyyətlə fitrət mövzusunu araşdıranda görürük ki, oradan ideologiya çıxır, oradan həyatın mənası çıxır, oradan xoşbəxtlik, həqiqi xoşbəxtlik nədir? O çıxır. Bir çox psixoloji problemlərin müalicəsi çıxır. Orada insanın insan olmağının tərifi oradan çıxır. Yəni tərif üçün kənara getmək lazım deyil, insanı özü ilə tərif etmək lazımdır. Bu hamısı fitrət ideologiyasından çıxır. Oradan axirət inancı çıxır, oradan metafizik həqiqətimiz çıxır, oradan paralel aləm çıxır, oradan ruh anlayışı çıxır. Bütün hamısı fitrət anlayışından çıxır. Mən bir-iki məqamına istəyirəm toxunum. Məsələn, ideoloji əsaslarına istəyirəm toxunum fitrət mövzusunu. Məsələn, bu mövzuda belə bir məqam var. Bir silogizm qursaq, bunun birinci müqəddiməsinə baxsaq görərik ki, müddəa bundan ibarətdir. Yəni, hamının içərisində ideal bir aləm istəyi var. Yəni, bu hamısı o kamillik istəyindən irəli gəlir. Hamı istəyir gözəl mühitdə yaşasın, hamı bunu sevsin, özü də kamil olsun, elmi tərəfdən kamil, fiziki tərəfdən, mənəvi tərəfdən kamil olsun, sevgi və qayğı içərisində böyüsün. Hamı istəyir etdiyi işin qarşılığını tamlığı ilə alsın, artıq alsa da daha yaxşıdır. Yəni, bu qədər gözləntilərimiz var. Nə qədəri doğrulur? Bayaqlarım Mail müəllim də elə o məqama toxundu ki, nə qədər insan bu işi eləyə bilir və nə qədər insan ümumiyyətlə həyatda xoşbəxt ola bilir. Yəni, mən deyərdim heç kəs. Yəni, həqiqi xoşbəxtliyə çatan nadir insanlar ola bilər. Ancaq hamımızda nəsə kəmdir, xoşbəxtliyimizin hansısa bir yerində bir boşluq var. Deməli, tam xoşbəxtlik ola bilmirik. Kamil aləm və kamil dünya istəyirik, ədalətli sistem istəyirik. Elə bir sistem ki, orada quzu ilə qoyun bir yerdə su içsinlər. Düzdür? Biz onu da görmürük və elə bir ideal mədinətül fazilədə mümkün deyil də. Düzdür? İdeal dövlət. Hə, ideal dövlət gəlib Aristotel yazıb o barədə, orta əsrlərdə yazıblar, rəssamlar öz tablolarında onu toxunublar. Ancaq mümkün deyil də, praktik deyil. Fəlsəfədə belə bir şey var. Bəzi fikirlər nəzəri olaraq mümkündür, praktik qeyri-mümkündür. Bu praktik qeyri-mümkündür. Çünki o kamilliyə cəmiyyət çatmağı çox nadirdir və bir də dünya sistemi elə qurulub ki, tam məni xoşbəxt edəcək qanunlar və yaradılış sistemi yoxdur. Düzdür? Lap tutaq ki, gələcəkdə bir qrup insanlar xoşbəxt olacaq, elə bir dünyada yaşayacaqlar. Ancaq ora qədər 95% insanlar dünyadan nakam gedirlər. Düzdür? Fitri hissə tam dibdədirsə, deməli bu bizə kənardan təlqinlə yeridilən fikirlər deyil. O kənar standartlar kimi deyil, ikinci mövzu kimi. Bu tam dibdən çıxır. Əgər dibdən çıxırsa, mənim yaradılışımla bağlıdırsa, mütləq bunun xaricdə bir qarşılığı olmalıdır. Məntiqdə belə bir anlayış var. Buna deyirlər asosiativ anlayışlar. Asosiativ anlayışlar nədir? Deyir iki anlayışlardır ki, biri varsa digəri də mütləq olaraq var. Yəni bir
iki dənə nöqtə düşünün ki, hər ikisi mövcud olmalıdır. Yuxarı varsa aşağı da var. Yuxarı və aşağı. Məsələn, əgər ana. atalıq, məsələn, ata varsa mütləq olaraq övladı var. Düzdür? Ümid varsa, ümidin Reallaşdıran bağlandığı birisi olacaq. obyekt var. İmam Kamala Cavad can atmaq istəyi varsa məndə, deməli Deməli, kamil kamillik nəsə də var da. mövcud. Var. Kamil dünya Və o istəyirsə kamilə qovuşduqda oluram kamil. Onu və istəyirəm, tam xoşbəxt. Xoşbəxt, bəli. Düzəldi biraz. Bəli. Əslində biz xoşbəxtliyə barəsində mövzumuz olacaq. Buradan bir giriş verək. Qoy Rövşən Bu etsin. dünyada Kantın fəlsəfəsi də deyirdi, əxlaq fəlsəfəsi ilə, Və yekunlaşdıraq əxlaq yavaş-yavaş. qaydası ilə Allahı isbat edir. Yəni bu dünyada tam istədiyimiz kamil o sistemi almaq mümkün deyil və din bunu bu cür izah eləyir ki, fitrət sənə başa salır ki, sən kamilliyə doğru bir yol qət edirsən. Tam mükafatlı və içində olan o istəklərin başqa bir aləmdə gerçəkləşəcək. Peyğəmbərin belə bir hədisi də var. Deyir ki, insanlar bəzi şeyi, Allahın yaratmadığı şeyi istəyirlər. Yəni bu dünyada yaratmadığı şeyi istəyirlər. Onlardan biri rahatlıq, onlardan biri yəni belə deyim də tam o içində olan o istəklərin gerçəkləşməsi. Deyir o burada yaradılmayıb da, o axirətdə yaradılıb. Geniş mövzudur. Yəni bunu başqa bir mövzuda məncə bunun Burada zühur məsələsi qalır, Bəli, bəli, baba. O bəli. məsələnin gəlir ətrafında. Zühur nədir, qiyamət nədir? Görəsən qiyamət anlayışı pisin yaxşıya çevrilməsidir, yoxsa yaxşının daha yaxşıya çevrilməsidir? Belə bu dünyada reallaşmayacaqmı, yoxsa reallaşacaq? Bu qaldıq, bura yetişdik. Əslində elə bilirəm o zuhur məsələsi müəllim müəllimdə sualı cavab idi ki, neçə faiz insan kamilləşə bilər? Yaxşı, onda inşallah necə məsləhətdir? Yekunlaşdıraq. Təşəkkür edirəm sonda hər Nə birinizə. çoxmuş dünyanın yükü, sevgisi yük, nifrəti yük. Görüşəndə söhbəti yük, ayrılanda həsrəti yük. Görüşmə ümidi ilə. Sonda hər birinizə təşəkkür edirəm yenə. Beləliklə növbəti buraxılışımızı bitirdik. Rəydə fikirlərinizi və suallarınızı bizə yaza bilərsiniz. Allah hər birimizə haqqa doğru təfəkkürlə addımlamağı nəsib etsin. Sağ olun.